Başlayaq. Sizce? Çəkirəm. Yox, narahat olma, edit eləyəcəyik. Hansı özünü təqdim elə Məhəmməd. Mən Məhəmməd Quluzadə, 9 yaşım. Aha. İmtahanda iştirak elədin bu imtahanda. İmtahan barəsində təəssüratın nədir? Necə bir imtahan idi? Normal idi suallar, ancaq çox vaxt aparıcı suallar idi açıq. Deməli belə, vaxt aparan suallar idi. Neçə dənə düz yazdın Məhəmməd? 25 oldu. 25-ini də düz yazdın. Əla, yoxladıq, düzdür. Hamısı düzdür. Yaxşı, səncə yaxşı nəticə əldə etmək üçün şagird necə çalışmalı? Bölgülü olaraq. Vaxtı düzgün bölməlidir. Sonra məsəl üçün suallara həll edərkən ev tapşırıqlarını YouTube-dan və yaxud da AI-dan istifadə edirdin, yoxsa özünüz yazmağa çalışırdın? Özüm yazmadım. Ümumiyyətlə bəs müraciət eləmisən? Çox. Yox, az. Çox müraciət edəndə nə baş verir? İnsanda arxayınlıq yaranır ki, sanki imtahanda da olacaqmış ki. Bu da mənfiyə aparır da nəticəni. Aha. Yaxşı, imtahanda iştirak eləyəcək gələn il 9-lara nə məsləhət görərdin? Yaxşı çalışmaqlarını, Başqa? vaxtlarını düzgün olmalı. Çox sağ ol Məhəmməd, təşəkkür edirəm. Bəs imtahanla bağlı başqa məsəl üçün mənfi cəhətlər var idi, imtahan təşkili ilə bağlı. Açıq suallarda falan çox az buraxıldığı halda, asan suallarda çox yer buraxılmışdı. Hə, asan suallara boş yerlər çox verilmişdi vərəqdə, amma çətin və açıq tipli suallarda isə yerlər vərəqdə yer az idi, həllik üçün yer az idi. Çox sağ ol Məhəmməd. Sağ ol.